Fərqli geyimlər, fərqli dini baxışlar olsa da məqsəd eynidir. Birlik və hörmət. Din xadimlərinin ikinci forumu çərçivəsində Zəfər Parkına baş tutan ziyarət, sükut, ehtiram və minnətdarlıq nümayişidir. Fərqli dinlərin nümayəndələri şəhidlərin xatirəsini birgə yad edir. Burada din, dil və məzhəb fərqi yoxdur. Hamını birləşdirən vətən sevgisidir. Azərbaycanda tolerantlıq sadəcə bir anlayış deyil, dövrə siyasətinin və cəmiyyətin həyat tərzinin ayrılmaz hissəsidir. Ölkə dinlərarası və məzhəblərarası ayrı-seçkiliyə qarşı nümunəvi vəhdət modeli yaradıb. Biz adətən görmüşük ki, müxtəlif ölkələrdə müsəlmanlar bölünmüş, parçalanmış halda namaz qılırlar. Bəzən Şiə məscidinə sünnilər getməz, bəzən sünni məscidlərinə Şiələr getməz. Əfsuslar olsun ki, bu hal dünyada mövcuddur. Amma Azərbaycanda xüsusi olaraq Heydər məscidini vurğulamaq istəyirik ki, artıq 10 ildir fərq qoymadan bir sırada hər kəs öz məzhəbinin dəyərlərinə uyğun olaraq, şəriət hökmlərinə uyğun olaraq bircə namaz qılırlar. Bunun edilməsi üçün ölkədə münbit şəraitin olması lazım idi. Ölkə rəhbərinin xüsusi olaraq Heydər məscidində bu işin olmasını istəməsi, bu işin həyata keçməsində böyük səbəb oldu və eyni zamanda da buradan əziz xalqımıza təşəkkürümüzü bildiririk ki, Azərbaycan xalqı bu işi həyata keçirməkdə bizə dəstək verdilər. Məzhəb düşüncəsi olmadan birlik, bərabərlik, qardaşlıq duyğusunda yaşamağı tək Azərbaycanda deyil, bütün dünyaya göstərəcək ən gözəl amillərdən, nümunələrdən biridir. Məscidlərimizin inşası, məscidlərimizin bərpası, din xadimlərinin birliyi, bərabərliyi həqiqətən bütün dünyada ən öndə gələn amillərdən biridir. Din xadimlərini bir araya gətirən beynəlxalq forum eyni zamanda Qarabağ və Şərqi Zəngəzdurda dini abidələrimizə qarşı həyata keçirilən vandalizm aktlarını dünyaya çatdırmaq üçün mühüm platformadır. Beynəlxalq tədbirlərdə Dini Komitənin iştirakı, Azərbaycan həqiqətlərinin dünyada çatdırılmasında böyük xidmətləri var. Və bu gün də inşallah yenə də forum iştirakçısıyıq. Düşünürəm ki, bütün bunların hamısı Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin milli mənəvi dəyərlərimizə olan qayğısının, diqqətinin təzahürüdür. Tədbir çərçivəsində iştirakçılar kilsə və sinagogada baş çəkdilər. Qonaqlar kilsə və sinagoqa ziyarətində yalnız ibadət məkanını görmür. Eyni zamanda Azərbaycanın əsrlər boyu formalaşmış multikultural ruhunu da hiss etdilər. Ölkəmizdə fərqlilik ayrı-seçkilik deyil, bir zənginlik nümunəsidir. Bu sujetdə məhz həmin zənginliyin canlı həyat hekayəsini təqdim etdi. Röya Qarabağlı, Çingiz Qəniyev, AzTV Xəbər.